Salam, axşamınız xeyir olsun değerli şagirdlər. Hər birinizi xoş gördük. Bugün belə bir sual paylaşmışdım ki, kvadrat düzəltinin ən kiçik qiymətini tapın. Bu sualı paylaşmaqdan məqsədim, mən müşahidə edirəm ki, bir qism şagirdlər var ki, bu tipli suallarda çətinlik çəkirlər. Yəni yazmalı çətinlik çəkirlər. Ona görə də özümə bir borc bildim ki, kiçik bir video hazırlayım ki, bu sual, bu tipli sualı yaza bilməyənlər də izaha baxdıqdan sonra rahat şəkildə yazsınlar. Diqqətlə baxınca izaha başlayalım. Demək, necə yazaram? Yazıram a kvadratı üstə gələk 6a üstə ilə 18. 18. Aha. Müxtəsər vurma üsullarından istifadə etməklə, yəni belə deyək ki, iki ədəd cəminin və ya fərqinin kvadratı şəklində yazılmaqla tapmaq olar. Yəni nə yazaram? A kvadratı üstə gələk 6a üstə gələk 9 üstə gələk 9. Uşaqlar, bu bizə nəyi verir? Nəyin açılışıdır? Bu bilirəm, təbii ki, bilirəm ki, a üstə gələk nəyin? 3-ün kvadratının açılışıdır. Üstə gələk 9. Uşaqlar, bu kvadratdır, düzdürmü? Bu verilmiş burada mən a-ya nə qiymət versəm, bu ən kiçik qiymət 0 olacaq. Yəni mənfi, müsbət nə versəm, müsbət qiymətli olacaq, ən kiçik qiymətini alacaq 0. Yəni a-nın yalnız mənfi 3 qiymətində bu ifadə 0 qiymət alacaq. Yəni 0-dan kiçik qiymət almır. Yəni kvadrat olduğuna görə. Yəni ən kiçik qiymətini alacaq 0. Bunun ən kiçik qiymət 0 olduqda verilmiş ifadənin ən kiçik qiyməti nə oldu? 9 oldu. Belə. Ay müəllim, mən bunu başa düşə bilmirəm. Başqa nə etmək olar? Başqa bir üsulu verək. Bunu başa düşmədinizsə diqqətlə bax, gələm ikinci üsuluna. Törəmə üsulu. Törəmə üsulunu necə yazaram? Verilmiş ifadənin törəməsinin 0-a bərabər olduğu nöqtəni taparam. Yəni nə? A kvadratı üstə gələk 6a üstə gələk 18 törəməsini tapsam nəyə bərabər olacaq? Olacaq 2a üstə gələk 6. 0-a bərabər etməklə tapıram. Törəməsinin 0-a bərabər olduğu nöqtəni. A bərabər nə oldu? A bərabər oldu mənfi 2. Bunu aparıb elə ifadənin özündə yerinə yazıram. Yəni yazıram nə? Mənfi 3-ün kvadratı üstə gələk 6 vurulsun mənfi 3 üstə gələk 18. Bu nəyə bərabərdir uşaqlar? Bu da bərabərdir. 9 çıxılsın 18 üstə gələk 18. 18-dən 18 nə qalır? Yenə də 9 tapdım, bəli tapdım. Ay müəllim, mən bunu da başa düşmədim. Başa düşmədinsə, başqa birini verirəm. Üçüncü qaydanı izah edirəm. Bu, parabolanın təpə nöqtəsinin koordinatlarının tapılması üsulu. Təpə nöqtəsi. Necə idi? O, yazıram, a kvadrat üstə ilə 6a üstə ilə nə? 18. M bərabərdir mənfi b bölək 2a. N bərabərdir mənfi d bölünsün 4a. Bunu təbii ki, yəqin bilirik də. Mənə bu lazımdır hal-hazırda. Mənə yəni ən kiçik qiymət soruşur. Elə bunu tapmaq kifayət edici. Uşaqlar, d nəyə bərabər? Diskriminatdır. Diskriminat d bərabərdir. B-nin kvadratı, yəni 36 çıxılsın 4a, yəni çıxaq. Nə? 4a 72 eləcək. 72 ac daha doğrusu. Bərabərdən mənfi 30. Diskriminat nə oldu? Mənfi 36 oldu. Bir də mənə lazımdır A. A da nəyə bərabər? A da bilirəm ki, 1-ə bərabərdir. Görürük də. A, yəni əmsaldır. Yəni əmsal 1-ə bərabərdir. Bu A, uşaq, burada A başqa da. Əslində gərək mən bunu başqa dəyişəndən yazıydım. Amma burada, yəni ki, bunu heç olmasa kvadrat üçədlidən, bir məhsul tənliklərdən başa yəni bilən o bilir ki, burada A, B, C ədədlərindən söhbət gedir də. Burada nə yazıram? M bərabərdir. D-nin qiyməti nə idi? Mənfi də bu. Mənfi 36 bölünsün 4 vurulsun 1. Bu nəyə bərabər uşaq? Mənfi 36-ın 4-dən nə düşdü? 9 düşdü. Yenə tapdıq mı 9? Belə. Əgər bunu da başa düşməsən heç, sən get kitabı qoy qırağa. Get özə başqa sənətdən. Təbii ki, bu bir zarafatdır. Riyaziyyatı biraz oxuyan şagird, yəni bu qaydaların birindən istifadə etmək, bilinən rahat şəkildə yazılacaq. Belə uşaqlar, sağ olun, inanıram ki, sizin üçün faydalı olacaq bu. Sağ olun, gecəniz xeyrə.